Bugün amniosintez haqqında danışmaq istəyirəm. Amniosintez daha çox sual verirlər. Doktor, diaqnostik testdir yoxsa tarama testdir? Amniosintez tarama testidir. Hamiləliyin 16-18 həftələrində aparılır. Amniosintez nə üçün aparılır, necə aparılır sualları daha çox qarşılaşırıq pasientlərimizlə. Amniosintez kiçik bir iynə vasitəsilə, nazik uçlu bir iynə vasitəsilə döl kisəsindən kiçicik, az miqdarda bir mayenin götürülməsidir. Həmin mayədə döl hüceyrələri olduğu üçün onun genetik araşdırılması aparılır. Amniosintez hansı xəstəliklərin diaqnostikasında aparır? Bir çox xromosom patologiyaların, Edward, Patau, monogen xəstəliklərinin, metabolik pozğunluqlar, döldə infeksiyadan şübhələndikdə amniosintez aparılır. Amniosintez kimlərə göstərişdir? Yaşı yüksək olan pasientlərə mütləq göstərişdir amniosintez və ya ikili, üçlü tarama testləri müsbət çıxarsa, ultrases müayinəsi zamanı döldə hər hansı bir qüsur aşkarlayarıqsa və ailənin xəstə uşaqları olarsa, ata və anada hər hansı bir genetik xəstəliklər varsa, amniosintez mütləq şəkildə edilməlidir, çünki bir diaqnostik testdir. HCC Clinical Hospital, sağlamlığınızı bizə etibar edin.